Salam əziz dostlarım, sabahınız xeyirli olsun. Bugün yanvarın 1-i, sizin mən Serbiyanın Belqrad şəhərindən salamlayıram. Gecə qaldığım evdən çıxdım mən. Acam, gedim bir yemək yeyim. Ondan sonra təcili şəkildə mən qatar stansiyasına getməliyəm. Şola pasportum tüzdür. Pasportum tüzdür. Pasportum. Qatarımız qaçdı. Pasportum uğurlandı. Əziz dostlarım, gəldim belə bir restoran oturdum. Yemək yeyim, yola qoyulacam inşallah. Mənə lazım dorcaq, səhər yeməyi. Əziz dostlarım, yeməyim gəldi. Qürətli yemək dedim. Məkan belədir. Super yeni lavabosu var, millət hər kəs buradadır. Yeməyimi də yedim. Düzdür, biraz qaldı. Hazırlaşıb çıxmalıyam. Oturmadan bir şey gəlmir. Çünki mən gedib gəzməliyəm biraz və bilet alıb axşama geri dönməliyəm. Əslində sabah da dönə bilərəm. Sadəcə bu gecə burada qalmaq istəmirəm. Yollar çox uzun olduğundan, yəni mənim nə qədər başım qarışır, tapa bilmirəm, avtobus tapma olmur. Belə çətinliklər çəkdiyim üçün mən yavaş-yavaş durub getməliyəm. Əziz dostlarım, rəsmi olaraq restorandan da çıxış etdik. İndi isə gedirik avtobusa minməyə. Gedəcəm şəhərin mərkəzinə. Orada isə qatar stansiyasına necə gedə bilərəm? Onu inşallah ki, tapım avtobusa minim, gedim qatar stansiyasına, qatar biletimi alım. Mən bilim saat neçədə Montenegro'ya qayıtmalıyam, rahat olum, ona görə hərəkət edeyim. Buradan 3 dənə avtobus gedir şəhərin mərkəzinə. Başqa da avtobus keçmir. Mən sizə bunu demişəm, avtobuslarda mən bilmirəm, neçə dəfə demişəm, bəlkə də başınıza xarab eləmişəm. Avtobuslar pulsuzdur burada, əziz dostlarım. Ya ölkədə, ya da bu şəhərdə. Məncə ölkədə olar. Ümumiyyətlə, məncə Serbiyada avtobuslar pulsuzdur. Yəni, bir qara qəpik belə vermədən istəyirsənsə heç avtobusdan düşmə. Hansı şəhərə istəyirsənsə gedə bilərsən, şəhərin hansı mərkəzinə istəyirsənsə avtobusdan istifadə edə bilərsən. Bu da təbii ki, böyük bir insanın cibinə qənaət deyil, amma yaxşıdır yenə. Tez-tez ora-bura gedib gələnlər üçün avtobusun pulsuz olmağı çox yaxşıdır. Həqiqətən çox yaxşıdır. Amma yox, ildə bir dəfə avtobusa minənlər üçün yəni çox da belə qənaət deyil. Bilmirəm, ya bu mənim Serbiyadakı bir günüm olaraq davam edəcək, ya da mənim artıq Montenegro'ya geri dönməyim. Məncə Serbiyadakı bir günüm kimi davam edəcək. Görək nə olur əziz dostlarım, mənim videonu bəyənib kanala abunə olmağı və ürək sözlərinizi yoruma yazmağı unutmayın. Bayramınızı təbrik edirəm bir daha da. Bu da bunların polis maşını. Avtobusla mən belə gəldim, baxın belə gəldim. O qarşıda saxladım, mən də ayaqla qaydıram arxaya, ayaqla. Gedim görüm tapa biləcəm yol. Neçə nəfərdən soruşdum, bilmirəm ne hardadır da. Bizdə tapa bilsəydim oranı, bileti alsaydım rahatlaşardım valla. Ondan sonra rahat çıxıb gəzə bilərdim. Çox rahat olardım. Belə həqiqətən görürsünüz alınmır. Hər tərəfdə o qədər qarışıq yol var. Allah. Əslində yol qarışıq deyil. Sadəcə mənə elə gəlir. Mən öyrəşməmişəm axı. Məsəl üçün Montenegro'da belə deyil. Yoxsa burada o qədər körpü var, mən şok olurum. Biraz hətta burada mən biraz başqa maşınlar görürəm, şoka düşürəm ki, yəni bu necə olan bir şeydir həqiqətən. Arxada oturan adamlardan soruşdum, dedilər mənə. Dedilər birinci belə gedəcəksən. Bu yoldan qalxacam, yuxarı çıxacam. Ondan sonra sağ yoldan yuxarı. Görək də əziz dostlarım. Burada da uşaqlar oyun oynayırlar. Tapam məsələn bir abırçılıq. Buna baxın, otluğa girmişəm. Ay Allah, nə olar tapım bir dənə oranı mən. Yerim bilirəm, problem deyil, amma ay bilə. Sumkama baxın, məndən ağırdı sumka. Ayda adam yoxdur, bu necə qarışıq yoldur, bu necə körpüdür, hər yer körpü, hər yer maşın, mən neynəcəm? Allah, nə olar tapım, nə olar tapım, Allah bir də bir uzaqlaşmayacağım. Allah'ım ne olur tapın, bir də uzaqlaşmayacağım, ya Rabbim ne olur. Ne olur Allah'ım, tapın bir daha post station'ı başka bir sistemle. Ay dede, ay dede. Ay dede. Bravo şefe, добрый вечер. Извини şefe, я сам turist, треба mi Voz station. Voz. Orada bir tane kişiden soruştum. Deyip belə gedəcəm, buradan aşağı yoldan çıxacağım. Bir yol görəsən deyir, oradan yuxarı qalxasan. Deyir 500 metr, 600 metr var. Yenə çatım doğru. Allah, bir de sumka mən öldürür. Sumkaya bir daha baxın siz. Burana and olsun, belim ağrıyır. Mən təcili şəkildə masaja getməliyəm. Yəni bildiyimiz bel masajı. Qarnım tox, bezdirənim yox. Ay Allah, yola bir dənə baxın. Allah'a and olsun, tapa bilmirəm. Bilmirəm hara gedim. Belim. Aa, ne olar tapım, Allah sana yalvarım, ne olar. Hadi, brate moj. Bravo, dobar dan. Ja sad idem za Voz station, ali samo ja sam ne znam. Kuda ima?
Stoyevo. Bir tane bu yola baxın, siz mən neyəcəm uşaqlar? Mən neyəcəm, hara, bax belə gedirəm. Gedəcəm belə, nə olur? Aa, bu qaydır arxaya, yox, bu yolla yox. Bu belə qaydır belə. Ay dədəcəl hə. Ay dədəcəl, mən neyəcəm? Qurana and olsun, bilmirəm neyəcəm. Hadi burada bir dənə yol var. Uşaqlar, mən inanmırsınız hava soyulğum. Əlimi görürsünüz parça-parça uşaqlar. Ha, nə ola buradan yol olsun? Aha var, sənər var. Səhv yola gəldim. Ah, oradaydım. O binanın yanındaydım. Mən kimsə yok mu sesimi duyan? Ne olur cevap verin. Yar, internetim yok uşaqlar. Suyum da qutarı. Ama suyum sumkada var. Oy da, mən alışveriş eləmədim. Qurana and olsun, alışveriş eləmədim mən. Alışveriş eləmədim uşaqlar. Qatarla 11 saat yol gedəcəm, alışveriş eləmədim. Kül mənim başıma. Mənim başıma kül. Bir dənə adam keçmir buradan, bir dənə adam keçmir. Qurana and olsun, yanı tökülürəm, mən yanı tökülürəm. Wow! Malulu davde. Malim te. Sama treba mı yedanlıdır? Uşaqlar, Allah'a and olsun, telefonda xəritəyə girdim. Google Maps var ya, Google Maps. Onda qalıraq internet olmayanda da. Xəritə buranı göstərir. Allah olsun buranı göstərir. Bax. İndi bu dəqiqə. Sama bakın. Straight. Aha, da. Left. Aha. Da. This station down. Super. Stvarno, hvala. Tu si blizu. Thank you. Thank you so much. It's beautiful. Kaya Mısıkayı. When it's a bike. Hara gəlim, necə gəlim, neçədə gəlim, necə gəlim. Yolu mən tapmışam. Zirman, gəlsəm turist trebamı. O station. Tapdım ya Rəbb, sənə şükür. Həmişə deyirəm, deyəcəm də. Ay tək gəzməkdən qorxanlar. Ay nə bilim pulum yoxdur deyib bəhanə eləyənlər. Ay nə bilim məktəb oxumamışam. Dil biliyim yoxdur. Boyum balacadır, qarnım böyüdü. Qardaş, Allah'a and olsun deyirəm. Ben deyəcəm. Əsas ürəyin olsun. Elə bir oğlan var ki aramızda. Desin ki mənim ürəyim yoxdur. Kimin dindirirsən maşallah qaqaş, mən beləyim eləyəm. Quran haqqı o qədər tavan qaqaşlar yazırlar. Deyək qaqaş 25 yaşım var, 30 yaşım var. Dünyanı gəzmək istəyirəm, gəzə bilmirəm. Sizə xəbəriniz var, 20 yaşlı qadınlar nə hoqqa çıxardır? Hanımlar, 20 yaşlı qızlar, 25 yaşlı, 30 yaşlı hanımlar, qadınlar, qızlar nə hoqqa çıxardır? Yaxşı mənada ha, kişi qızı kimi ölkəsini dəyişirlər. Gəzirlər, dolanlar qardaş. İşlərini görürlər. Yəqin yol buradandır. Zdravo, dobar dan. Izvini şefem, molim te. Treba mi voz station. Ovaj da voz stansiya. Aha, okey. Vala. Git kardeş, git dünyanı gez. Allah rahmet eylesin. Bizim prezidentimiz Cənab Heydər Əliyev videoların birində demişdi ki, mən gəncləri Bakıdan qırağa çıxarda bilmirəm. Ya da deyir, yəni rayondan Bakıya gətirə bilmirəm. Çıxın, dünyanı gəzin deyir. Bax, belə şeylər var, əziz qardaşlarım, əziz dostlarım mənim. Sizi sevirəm. Bu əziyyətimin qarşılığı kanala abunə olub videonu bəyənməyi unutmayın. Vallahi deyirəm, əziyyətimin qarşılığını ala bilmirəm. Çünki həqiqətən də çox əziyyət çəkirəm. İnşallah yaxşı olacaq. Ən böyük xəyalım dünyanı gəzmək, insanlara çox xeyirli bir insan olmaq, çox böyük yaxşılıqlar etmək, böyük bir iş adamı olmaq. Belə. Yaxşı olacaq. Bu mənim 9-cu ölkəmdir. Allah'a şükürlər olsun. Tək başına gəldim. Heç bir şeydən qorxmadım, risk elədim və peşman olmadım. Şükür olsun Allah'ın böyüyünə. Bəlkə aləmin yanına qaydana qədər heç vaxt peşman olmayayım. Yaxşı olacaq, Allah böyükdür. Çatdıq əziz dostlarım mənim. İnşallah gedim görün nə var, nə yox burada. Bura tanıdım, tanıdım. Всё. Mən istədiniz videonu görüm, qoya bilsəm videonu bura qoyaram, qoyamazsam üzülürsən. Buradan belə çıxmışdıq, yadımıza gəlir, iki dostumla. Oradan bizi avtobus stansiyasına adam gətirmişdi. Solda oradır. Allah şükür Allah'ın böyüyünə, şükür. Çatdıq. Aha. Buradan giriş edib mən qatar bilet alacağım inşallah. Belə gedirik. Aha, bilet burada alınır.
4.020 dinara. Aha, okej, 420 dinara. Okej, dobre, sad. Imię Shahin. Treba li pasport, ID card? Treba da? Sad. Ovo je moja pasport, ovo je moja ID card. Samo danas 8 ima da. Dəniz dostlarım, gəlmişəm, belə yerdə oturmuşam. Bir dənə latte deyəcəm, latte içəcəm. Əşyam buradadır. Və biletimi də aldım əziz dostlarım. Biletimi aldım, bugün axşam saat 8-də çıxıram inşallah. Əziz dostlarım, bir dənə kofe dedim, indi oturmuşam. Kofem də budur. Özümə gəlim. Ondan sonra çıxacam çölə, biraz fırlanacam. Canlı yayımı bitirdim və mən sizə bir şey deyim. Dünyanın ən böyük kilsəsi hal-hazırda mənim qarşımdadır. Aramızda bizim 20-25 dəqiqəlik məsafə var. Ancaq mən artıq biletimi almışam deyə hal-hazırda oraya girməyə risk eləmirəm. Eybi yoxdur. Mən deyə biləcəm ki, və sübut edə biləcəm ki, mən dünyanın ən böyük kilsəsini gördüm. İndi elə insan çıxa bilər ki, bəlkə məndən yaxşı bilər, bəlkə də bu dünyanın ən böyük kilsəsi deyil, amma bəlkə də dünyanın ən birinci böyük kilsəsidir, amma fakt dünyanın ən böyük kilsəsidir və yaxud da dünyanın ən böyük kilsələrindən biridir. Əziz dostlarım mənim, belə qəbul edirəm ki, dünyanın ən böyük kilsəsini də gördüm. Xəyallarınızın arxasına gedin. Yaxşı olacaq inşallah hər şey. Oturmuşam mən də burada əziz dostlarım. Saatımı gözləyirəm. Vaxt gəlsin çıxıb gedəcəm inşallah. Bayaq video çəkəndən sonra 2 dənə Azərbaycanlı qardaş tanış oldum. Qardaşlar da Qərbdə yaşayan qardaşlar. Adı necə oldu atam? Təbriz, şad oldum. Qardaşlarla təzə tanış olduq və biz bir şeyin fərqinə vardıq ki, dünən axşam Çernogoriyadan bura gələndə bu qardaşları görmüşdüm Qatarda. Və dünən axşam mən video çəkdiyim ərəfələrdə bu qardaşla salamlaşmışdım. Bilsəydim elə bir yerdə yolumuza davam edərdik. Çünki o qədər yəni yaxın olmuşuq ki, biz bilməmişik. Eyni mənim adamlar deyib gülən, gəzən, əylənən insanlardılar. Amma qismət, inşallah bundan sonraki səfərlərimiz bir hostelə kimi getmişik, yəni xəbərimiz olub birimizdən, heyfsizlər olsun. İndi əziz dostlarım, hal-hazırda biz buradayıq. Saat vaxtımıza nə qədər qalıb təxmini? Məncə 20-30 dəqiqə. 20-30 dəqiqə artıq biz təxminən Qatara giriş eləyəcəyik. Və istəyirəm ki, mən də biraz şeylər alım yemək. Çünki Qatarda yemək falan verilmir. Nə alsaq bunu orada yeyəcəyik, onun üçün. Belə şeylər var yeməyə. Sadəcə mən şirniyyat yeyə bilmədiyim üçün sandviç pizza belə şeylər götürəcəm ki, ən azından orada mən gecə acısam yeyim. Çünki almasam bilirəm ki, çox peşman olacağam. İndi burada işçi yoxdur. Gələnə qədər biz dükana gedək, giriş eləyək. Dükanda biraz açdırmağa qalım. Yoxsa bilirəm mən Qatarda peşman olacağam. 190. Valla koyarsan güzel YouTube'da falan gelecek. Uşaqlar, qatarımız qaçdı, pasportum uğurlandı. Pasportum itdi, qatarımız qaçdı. Yoxdur, avtobus. Burada bayaqları və gəlməyə arzulayırdım deyə gəldim. Vallahi necə gəldim o bir Allah'ım necə gəldim. Gəldim amma gedirəm avtovağzala ki bilet alım çıxım gedim şeyə. Qurban Allah'a insan bilmədə başdan nə gələcək. Gedirik şeyə, avtovağzala gedir, bilet olsa avtovağzala çıxıb gedəcək. Axşam saat 11-də bilet var. Bu gündən Kefkam adam ya, dünyanın bezini. Bak, əli bir dənə belə Instagramı göstər. Buncu buradadır, buncu da burada. Pasport yok oldu, dəli oldum. Pasport da necə? Pasportu bunlar deyirlər, düz deyirlər. Mənim heç ağlıma gəlmədi ki, o aslan şey vardı, o qalmayacaq, o götürdü yəni. O götürdü pasportu ki, mən ona çayvır oldu, o üstünü. Çünki onun başqa yolu yoxdur. Polisə getmişəm, aləm qapışan bir-birindən ki, yəni pasport hər yerə baxdım, ayaq yolundan, çölə, nə bilim ya qardaşım, pul dəyişdirdiyim yerə, marketə, hər yerə baxdım, yoxdur pasport. Nə qədər polislərə dedim, elədim, yoxdur qardaşım. Bir şey ki, atlama, şeydən, orada kamera belə yox, heç şey yox. Nə kamera var, nə bir şey. Allaha şükür, axırda güvə dedim, tezə dışarı baxım ora. Açıq, 60'da ştatda park etdi. Bu nətər olur, yəni sənə pasport kimdə verib, sən ən azından restoranda işsən, sən deyə bilərsən də. Özdə mənim pasportum, mənim sırrım görsən. Burada saat 1-dən mənə çay gətirdi, polka gətirdi, pivə gətirdi, cappuccino latte gətirdi. Bu mənim sırrımı bilir. Götürüb pasportu qoyurlar şkaba, yəni bu nə bilim, bilməyəm, durmam Allah'ın bölümünə, talih qismət. İndi gedirik avtovağzala, gedək bilet alaq. Bilet olsa bugün avtobusdan qaydacağıq. Bilmirəm uşaqlar, yaxşı olar inşallah. Uşaqlar, mindiyimiz avtobus, mindiyimiz yerə gəldi. Və sən danışmışdın qaqqa.
Niye hemen yere geldi? Gedib, gedib. Əlimdən də fikir ver. Piyada gedəcəksən. Uşaqlar, Allaha and olsun. Bax buradadır bayaqları. Bayaqki videoda buradadır qaçanda. Buradan burası ya. Kanka canım piyada. 2 dəqiqə əvvəl deyirəm düz gedir, deyir ha. Ne zaman 10 euro deyir ha. Zdravdorveçi. İndi taksidə indi. Bundan əvvəlki taksi nə qədər dedi bizə? 25 o dedi. Sonra bizə nəsə yaxşıdır. Deyir, hara getsiniz? Deyir, ifade verirsə, deyir, adam başı 200 euroya apararam. Təsəvvür edin ki, avtobus 30 euroya aparır. Qatar 30 euroya. Samolyot 70 euroya, 100 euroya, bax belə. Bu adam başı bizdən 200 euro olmaq istəyir. Təsəvvür edin siz. Elə bil ki, nə qədər toplam 1200 manata buradan 6 saatlik yol, 1200 manata ki. Samolyotla gedib gəlmir var, təsəvvür edin, görün nə deməkdir bu. Prosta oynamaq etdi ki, görə biz nə deyəcək də, bu yaşın nədə, pullu turist isə gedəcəkdik. Burnumuzdan gəldim, mənim ürəyim burada qalmışdı, deval, ürəyimdə dedim, kaç bir gündə qalardım. Hətta bu gün qaldığım evdən çıxanda dedim, kaç bir gündə qalardım burada. Polunu gəzərdim deyə gəzəcək qaqa. Mənfi 100 qaqa, mən 200 manat girib adam başı içimizə rahatdım. Elə bombadır, elə ləzzət eləyir. Ha, gəldik buradır. Gedək bir tane bilet alıp onu da qaçırdaq. İnşallah Allah'ın dostu girmiş itişana boşum. Pivə zadalar için. до нас Вы жили на Черногории, ну вы земля заметили. С утра da moram dedim de posta. Drugas məni, razumiyet. Sumka yetimin balası məndən birlikdə nələr çəkdi. Buran haqqı. Kuzumka mənə konkret iş oldu da yəni. Aydıp belə qalxın ortada telefon verirəm sana. Vay dədə, indi telefon itərdi də, ətəvə. Şimdi hər şey hazıram da, yəni həqiqətən. İndi bilet alır, gözləyirik. Bilet alır, ondan sonra rahatlaşacağım. Baxım elə, aldın saat neçədir? 10'a. Saat 10'a, saat neçədindir? 20 dəqiqə. Məzələmə 20 dəqiqə sonra ya. Uşaqlar 10 dəqiqə çıxır. Gedək qaqa, tez qaçaq səni. Bu da 20 dəqiqə tez çıxar. Gel, oradasa problem yoxdur, все. Qaqa, sumka üstümüzdə olsun da, hə? 2 mərtəbə avtobusdur. Demək ki, getdi də. Hansıdır? Ha, все, dobre. Şöyle ikinci mərtəbələ, 2 mərtəbəli avtobusda qalxır ikinci mərtəbəyə. Dorveçi. Dorveçi. Adamsa girmişik avtobusa. Baxın da, qurban vallaha.
Deməli, düşək görək hardayıq hal-hazırda. Belə bir yerdəyik. Avtobusumuz budur. Ya Rəvəcə, əziz dostlarım, heç mən yatmadım. Hər kəs yatmışdı məndən başqa. Mən videolarımı falan düzəltdim, TikTokda paylaşdım. 2 saat kenarsız, yəni dayanmadan video falan düzəldirəm. Belə, saat yarım 2 saat sonra inşallah ki, Serbiya, Montenegro sərhədinə çatacağıq. Qəşəng soyuq var ha. Girək. Dillərə getdi Sibirə. Sibirə ya. Elə bildim burada kimsə oturub bizdən pul zat şey yer alacaq. Adam yatar ya burada. Polis törəsən yəni öndədir. Nafitdən ki oğlanında o döyül də kürlədir. Onu gedim orada çağırım gəlsin də o. Mən promoya layiq gedirəm. Titrədim, ondum. Səhəri beləymiş. Qardaşımız xəstələnib, hə? Əziz dostlarım, çatmışıq hal-hazırda biz Qranitsadayıq. Yatmışdım, durmuşam. Maşınların üstünə baxın, buz bağlayıb soyudan şey olur. Onlar Podgoricada yaşadığı üçün hal-hazırda qapıda siqaret çəkir və gedəcəklər evə. Mən də burada 50 dəqiqə gözləyəcəm. İnşallah 50 dəqiqə sonra avtobusum gəlir. Sırf gedirəm heç şey olmuyor. Hər şey qaydasına olur. Yəni keyfim qalan kaçmayıb, sadəcə yuxusuzam, yuxuluyam. Çünki 3-4 saat yatıram. Ana şəxsi. Yuxuluyam, görün necə olur. İkinci ana vətənimiz. Bura gələndə rahat deyirəm, Allah'ın olsun. Rahatlaşdım. Belgradda o qədər belə mən bir yatdıq çəkdim ki, yəni tanımırdım heç yeri, nə bilim. Neyse görüşən inşallah. Öpürəm, sağ olun canım zəri, sağ olun atam, şad oldum, sağ olun. Maşallah çox mərifətli kanalda arkadaşlar var. Təzən görüşüb eləyəcəyik. İnşallah burada belə bir masajlı stol var. Mən bunun axırıncı dəfə Türkiyədə oturmuşum bir aparata. Görüm nədir, qiymət nədir? 2 euro 10 dəqiqə, qəşəng. İndi bundan istifadə edəcəm. Cimdə var, indi bir dənə çıxartdım. Demək 2 euro götürürəm. Atıraq 2 euro ataq, 10 dəqiqə bizi masaj eləsin, hə? Aha, bak. Ha, su. Avtobusum gəldi, mindim. Avtobus 100% təzə xoddan olub gəlibdə, yəni çünki çox soyuq, donuram. Çantamı da qoymuşam bagaja, çantadan geyib jaketi götürənə qədər gec olacaq. Ona görə məcbur avtobus istənə qədər dözməliyəm, amma çox soyuqdur, çox. Əziz dostlarım, bu gördüyünüz yerdə mənim bu ölkəyə ilk dəfə gəldiyim günü gəlib qaldığım yer. Arası bir aya yaxın burada qalmışam. Yəni bu ölkəyə ilk gələndə bura gəlmişəm mən. Bu ölkəyə ilk gələndə girdiyim marketdə bayaq indi çəkdiyim market olub. Mən şokdayım, bura qar yağır ha. Qara baxın qaqa, indi fikir verirəm, Allaha and olsun. Əməlli qar yağır və hər yer ağappaqdır. Oy da nə yaxşı ola, fikir versin. İki yıl sonra qar gördüm, nə bilim, bilmirəm Allahım. Ne bileyim, deməyə söz tapmıram. Şükürlər olsun Allah'ın bu günə. Mənim son 3 günüm, nə bilim, çox başqa keçdi. Çox. Əziz dostlarım, fikir verirsiniz. Mən bundan öncəki videonu hardasa 15 dəqiqə öncə çəkdim. Hər yer qar idi, amma indi görürsünüz, heç qar yoxdur, sıfır.
yağır. Gəmidən çıxdıq, hal-hazırda yoldayıq, gedirik. 3 dəqiqə, 4 dəqiqə mən artıq olduğum yerə çatıram. Uşaqlar, düşdüm avtobusdan. Ay bilə, buna bax hə. Ay dədə, bu nədir hə? Anamın canı bütün sumkası, bilmirəm indi içindəkilər nə olur. Ay dədə, var yoxuna lənət, içində aparatım zadım. Yox, heç nə olmuyor. Əziz dostlarım, mən evimə çatıram və bu videonu burada sonlandırmaq istəyirəm. Videonu izlədiyiniz üçün sizə çox təşəkkürümü bildirirəm. Mən həmişə dünyanı gəzmək xəyalı ilə yaşamışam. Hal-hazırda da bu xəyalım belədir və günü-gündən böyüyür. Mən bir ölkə görəndə, yeni bir ölkəyə gedəndə, o ölkədə təzə bir təcrübə yaşayanda, yaxşı və pis təcrübə yaşayanda bu məni çox xoşbəxt edir. Mənim üçün milyonlara bərabərdir. Video izlədiyiniz üçün sizə çox təşəkkür edirəm əziz dostlarım. 2026-cı il sizə çox düşərli olsun. Allah sizin üzünüzə çox gözəl qapılar açsın. Bundan əvvəlki videoda da dediyim kimi, bir qardaş qardaşa, dost dosta nə arzuluyursan, mən tam içdən sizə onu arzuluyuram. Allah sizin valideynlərinizin canını sağ eləsin inşallah. Allah valideyn olmayanların valideyninə rəhmət eləsin. Allah heç bir kişini, heç bir insanı uşaqlarının qabağında, qızının oğlunun qabağında, valideynin qabağında baş aşağı eləməsin inşallah bu 2026-cı ildə. Sizi sevirəm əziz dostlarım, öpürəm, bağrıma basıram. Kanala abunə olub videomu bəyənməyi unutmayın. Ən azından əziyyətimin bir qismi də olsa, bir qarşılıq heç olmasa almaq istəyirəm. İnşallah ki mənə dəstək olarsınız bu yolda. Minnətdaram, sağ olun əziz dostlarım, sağ olun.